YouTube kanalımın izləyiciləri, hər biri bizi xoş gördüm. Maraqlı bir evlə qarşınızdayım. Qardaş, bu nədir belə? Bu qiymətə, Şuvalanda, 3 sot yarımın içində yerləşən sizlər üçün çox maraqlı bir ev təqdim edəcəm. Ev o qədər ağlımı başımdan alıb ki, inanın sözlər yadımdan çıxır. İnanın səmimiyyətimə, bir dənə bu gözəlliyi çevir. Pesetkanın qarşı tərəfini çevir. Gəl buradan, saxlama videonu. Gəl. Həyətin səliqəsinə fikir verin. İnsanlar burada həqiqətən də əziyyət çəkiblər. Ustalarımızın əlinə sağlıq. Ustalarımızın zəhməti böyük olub. Amma evi tikən qardaşımıza halal olsun, alqışlayıram. Hər bir detal düşünüb, divarlarda boşluq falan buraxmayıb. Şəkillər, rəsmlər, nələrsə insan bu evin üstündə bilinir ki, işləyib, gecə-gündüz yatmayıb. İşıqlandırma, mükəmməl. İndi axşam vaxtıdır, bilmirəm nə qədər düşür, amma evin üzünün fasadı da gözəldir. Bayırı qədər, daxili də gözəldir. Əla, sözün əsl mənasında əla. Tavanın hündürlüyü 3 metr 30 santıdır. Qapıların hündürlüyü 2.40-dır. Gəlin bir dənə bu dizayna baxın. Qardaş, yəni bu evə görə, 289 minə görə bu ev əladır. Cəmi 2 dənə yataq dəsti qoyulmuyor. Bir bu otaqda 18 kvadratlıqdır. Bir də o tərəfdəki otaqda, onu da göstərəcəm sizlərə. Bunun mebeli mənə ləzzət edər. Çox səliqəli, akuratlı. Burada da özün sanitar qovşağı. Ev tam sənədlidir. Bütün sənədləri qaydasındadır. Qazı, suyu, işığı falan, hər bir şey var. Sadəcə olaraq pul lazımdır ki, bunu almağa. Burada sanitar qovşağı. Burada sonuncu yataq otağı. Baxın, bunlar gizli zamaklardır. İnsanlar buna pul xərcləyirlər. Yəni bu şeylərə fikir, yəni bu adam da bunu eləyib. Burada da evin ümumi mətbəxi. Heç mən burada yemək pişirmərəm, məsəl üçün mən bu evi alsam, burada pişirirəm. Burada da var da mətbəx. Gəldik bir videomuzun daha sonuna. Allah hər birimizə belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Hər zaman dediyim kimi, şirin bir yuvan olsun, xoşbəxtçilik səninlə olsun. Sağ olun, özünüzdən müğayət olun. Şuvalandan hər kəsi salamlar. 3 sot yarım, 160 kvadrat, 289 min manat. Bir daha dedim sizlər üçün. Özünüzdən müğayət olun.